Şəkillər. Deməli, bu günləri belə bir sonuna gəldik. 20 litr 20% duz məhlulu ilə 30 litr 30% duz məhlulunu qarışdırdıqda alınan məhlulun duzluq faizini soruşur. Deməli, bizim belə bir qaydamız var ki, M1 kütləli P1% duz məhlulu ilə M2 kütləli P2% duz məhlulunu qarışdırdıqda alınan məhlulun duzluq faizini tapmaq üçün belə bir düstur var. M1 P1 üstənsə M2 P2 bərabərdir M1 üstənsə M2 vuraq P qablar üsulu adlanır. Bu qaydanı tətbiq etsək 20 plus 30 bura olacaq 50 litr. 50 litr. Deməli, buradan da 20-ni 20-yə vuracaq 400 plus 30-30-a vuracaq 900 bərabər olacaq 50-ni də vuracaq x-a. Bu eləcək 1300 bərabər olacaq 50x-a. Hər tərəfi 10-a bölsək, bir də 5-ə bölsək, x bərabər olacaq 26-ya.